Değerli izleyiciler, görün ne güzel bir mənzillə qarşınızdayım. Allah xeyir versin. Təkcə 30 kvadratdan artıq mənzilimizin mətbəxlidir. Belə deyim də $12.000 vaxtı ikən qoz ağacından yığılmış mətbəx mebelinə pul verilib. Bakıxanov qəsəbəsində ərazisində Bakıxanov Ticarət Mərkəzinin arxası. Yəni burada yaşayanlar bilir, Talkuçkanın arxasında. Üç otaq, 130 kvadrat ümumi sahəsi olan qanuni 3 otaqlı mənzilimiz satışa çıxıb. Sənədlər tam qaydasında. Əziz dostlar, bu videonun sonuna dək izləyin. Çox gözəl bir mənzildir. Döşəməsinə qədər parketdir. Geniş mətbəx, geniş otaqlar, skvaznoy mənzil, hər iki tərəfə baxışı olan bir mənzil. Çox münasib qiymətlə. Videonun sonuna dək izləyin dostlar. Videonun sonunda qiymət deyiləcək. Sənədlər də tam qaydasında. Təqdimata başlayırıq. Değerli izleyicilerimiz, bura mənzilimizin zalıdır. Gördüğünüz kimi çox geniş bir zalımız var. Hardasa 30 kvadrat ümumi sahəsi olan belə geniş, gözəl, təmirli bir zalımız var. İndi isə növbəti otaqları sizin üçün təqdim edirik. Mənzilimizi sizin üçün təqdim etdik. Allah xeyir versin. Bütün əşyalar ölkə xaricindən gətirilib. Dostlar, mənzilimizin qiyməti olduqca maraqlıdır. Yəni indiki yüksək qiymətləri nəzərə alsaq, həqiqətən indiki bazara görə mənzilin qiyməti çox münasibdir. Bütün əşyalarla birlikdə mənzilimiz 130 kvadrat metr sahəli mənzilimiz 300.000 manatla satışa çıxıb. 11 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşir. Qanuni 3 otaq, bir daha qeyd edirəm. Qubça, sənəd, texpasport, bütün sənədlər qaydasındadır. Mənzilimiz ipotekiyada yarayır. 130 kvadrat metr sahəli mənzilimiz 300.000 manatla gördüyünüz bütün əşyalar qalacaq. Ev sahibi bütün əşyaları mənzilin daxilində saxlayacaq. Bahalı əşyalardır, dediyim kimi. Mənzil əşyasız satılarsa yalnız mətbəx mebeli qalacaq, qazı qalacaq. Qalan bütün mebellər, elektronik əşyalar hamısı çıxacaq. Onda qiymət 265.000 manatla hesablanacaq. Real alıcı üçün əlbəttə ki, ev sahibi ilə
gəlib real razılaşma olar. 11 mərtəbəli binanın 2-ci mərtəbəsi, sənədlər tam qaydasında, yeri Bakıxanov Ticarət Mərkəzinin arxası, Neftçilər metro stansiyasına da belə deyim də Bakıxanovdan hardasa, yəni evin yerləşdiyi yerdən hardasa 5-6 dəqiqəlik məsafəsi var. Dostlar, bu mənzillə bağlı nə sualınız olsa, nömrəm səhifədə var. Allah xeyir versin, zənginizi gözləyirik. Dəyərli izləyicilərimiz, videolarımızı bəyənib kanalımıza abunə olmağı da unutmayın. Çox sağ olun, var olun.